Salam herkese, yeni videomuza xoş gəlmişsiniz. Sizinlə mən Kənan və siz Cars by Kera kanalındasınız. Və bu günlərim sizlər üçün Karaya brendi 2020-ci il Hyundai Sonata çəkirik. Şəhərimizdə bu dəqiqə trenddə olan bu Karaya brendi Hyundai Sonata 2020-ci il həm cavan nəsil üçün, həm də orta yaş nəsil üçün çox etibarlı və sevimli maşınlardan biridir. Çünki çoxsu bəyənir və görünüş cəhətdən də və plus komfort, sürət və sürüş testi, yəni belə baxdığım başqa videolardan görmüşəm ki, sürüş testi eləyəndə maşın nə narahatçılıq yaradır sahib üçün, ya da ki, uzun yolda sizi yorur. Maşınımız həm də ki, Karaya brendində. İndi Hyundai neçə ildir sözünü deyir, öz sözünü deyir. Və bir dənə mənfi xüsusiyyəti odur ki, mənim xoşuma gəlməyən bu maşında yox. 2025-ci il maşında Hyundai Sonatadan söhbət gedir. Oxşadırlar Hyundai Grandeur'a. Hyundai Grandeur da belə deyim. Hyundai Grandeur'da gördüyünüz kimi ön hissədə LED faramız düz çubuq xətti kimidir. Və yeni modellərdə hamısını oxşadırlar Grandeur'a. Mənim heç xoşum gəlmir. Sonata'ya yaraşan qaşlar formasında, qaş formasında olan faralarımızdır və stoplarımız. Stoplarımız LED faradır. Süzülür, polnu birləşib stopla bir yerdə fara davam eləyir axıra kimi. Və Hyundai Sonata'ya belə deyim, mənim fikrimcə olanda qara rəng, bir də ki qrey rəngi çox ideal yaraşır. Yəni ondan o tərəfə rənglər şəhərimizdə özə fərqli rənglər çox görmüşəm. Qırmızı rəngdə görmüşəm, sarı rəngdə, amma ideal qara rəngdədir. Maşınımızın da bəzi şəhərdə maşınlarda görürəm ki, Hyundai'nin arxasına bir dənə qəşəng antena yerləşdirirlər. O da qəşəng görünüş yaradır. Keçək yan hissədə, elə yan hissədə gördüyünüz kimi 20-lik disk təkərlərimiz var. Bu da hansı ki, Hyundai'yə məxsus üstündə zavod tərəfindən gələn disklərimizdir. Disklərimizi belə deyim, mən bəyəndim. Çox qəşəng disklərimiz var. Supportlarımızı da burada görsənir. Qırmızı rəngdə supportlar var. Onu bilmirəm. Zavoddan elədir, yoxsa sonradan rənglənib və yaxud əlavə supportlar qoyub, o bilinmir. Əsas məsələ bizim ölkədə hamı üçün maraqlı olan elə bir şəhərdə maşın neçəlik benzinlə işləyir? 92 yoxsa 95? Bu maşını isə 92-ni də tərcih eləmək olur, 95-i də. 92 tökdüyünüz sürə bilərsiniz, icazə var. Yəni sənəddə icazəsi var ki, 92 ilə bu maşınımız işləyir. 95-də tökürsünüz ki, yəni yanacaq çəniniz biraz daha uzun ömürlü olsun, yanacaq şlanqınız daha uzun ömürlü olsun deyə o 95 töksəz yaxşıdır. Amma 92 ilə də işləyir. Yəni o mən deyim sizə. 92 ilə işləməyi plusdur bir tərəfdən. Yəni burada yazısı yoxdur, amma yəni sənəddə icazəsi var. İcazəsi olduğuna görə də o plusdur. İndi istərdim keçək ön hissəmizə. Ön hissəmizdə gördüyünüz kimi, bayaqlarım dediyim kimi, brovi deyim, qaşa oxşar 2 dənə LED fənərlərimiz var, işıqlarımız var və alt hissəsində iri loqotip görürük, Hyundai'nin loqotipini və açıq radiator barmaqlıqları var. Hansı ki, bu da daha qəşəng stil, qəşəng görünüş, qəşəng ideal perspektiv yaradır maşınımızda. Maşın qəşəng, yəni solidni görsənir ona görə də. Və İstərdim indi sizin üçün gördüyünüz kimi ön hissəsində Hyundai'nin iri loqotipi var və açıq radiator barmaqlıqlarımızı görürük. Və belə deyim ki, radiator barmaqlıqlarımız həm aqressiv görünüş, həm də ki, sport üslubuna daha uyğun, daha yaxındır. Və belə deyim ki, maşına aqressiv görünüş yaradır, özü çox gözəl görsənir. İndi isə istərdim kapotumuzun altındakı mühərriki göstərdim sizə. 1,6 litrlik turbo mühərrikimiz var. O mühərrik də bizə 183 at gücü hasil eləyir. İndi gözlüyün mühərrikimizin kapotunu açım. Kapotun altında bir dəqiqə.
İndidən plusunu demək istəyirəm. Yeni nəsil maşınlarda bu qoyduqları amortizator sistemi çox yaxşıdır. Əvvəl danqırat sistemi idi, hansı ki açırdınız, stoyak idi, onu qoyurdunuz, kapot qalırdı. Amma indi müasir dövrə görə gətiriblər, sağ olsunlar, yerləşdiriblər bizə burada 2 dənə amortizator sistemin. Motorumuzun altındakı bayaqlarım sizə dediyim Hyundai-ın dözümlü 1,6 litrlik turbo mühərrikimizi görürük. Bu mühərrikdəki heç, yəni sürüşdə və yaxud başqa şeylərdə sizi yormur. Belə də Koreya brendi illərdir bu maşın sözünü deyir və neçə ildir bizim bazarda xidmət göstərir bizim sakinlər üçün. Ona görə də idealni dözümlü motordur və kim almaq istəyirsə Hyundai Sonata 2020-ci il olsun, 2021 ən son modelə kimi, yəni almağa dəyər bir maşındır. Çünki mühərrikimiz də dözümlü mühərrikdir. Plus yanacaq da sərfiyyat azdır. 92 ilə işləyir, 95 ilə işləyir. Yəni 92 tökə bilərsiniz, 95 ilə 98 də zövqə görə dəyişir. Əgər istəyirsiniz maşınınız uzun ömürlü olsun, ona görə yəni rahat 92 də tökə bilirsiniz, 95 də, 98 də. Mən sizə tövsiyə elədiyim yanacaq 95 ilə 98-dir. Çünki daha uzun ömürlü, daha dözümlü istifadə edə bilirsiniz maşınınızı. Kapotumuzu bağladıqdan sonra istərdim biz keçək arxa hissəsində sizə baqajı göstərdim. Baqaj hissəsi də mənim çox xoşuma gəlir. Çünki baqaja məsəl üçün yaxınlaşmısan, hansısa dostluğu göndərmirsən ki, bir dənə baqajdan mənim çantamı və yaxud hansısa bir veşimi götür gəl. Baqaj yaxınlaşır, deyir, bunun burada knopkası olmalıdır, bunu hardan açım, yoxdur. Hyundai, Koreya brendi görün sizə necə qəşəng bir şey fikirləşib. Gəldin, yaxınlaşdın, Hyundai loqotipini toxunduqda kapotumuz açılır. İndi mən dəydim deyə kapot tam açılmadı. Kapotumuzun altında belə deyim, rahat baqajımız səliqəli vəziyyətdə. Hardasa 800 litrdən biraz çox olan bir baqajımız var və arxa sidenyalar da qatlandıqda hardasa 1000-1100 civarında sizə litr həcm verir. Və baqajımızda bu bayaqlarım həmişə dediyim xalça söhbəti, burada Sonata yazısı, bu zavoddur yəni. Xalçamız keyfiyyətli materialdan istifadə olunduğuna görə heç insanı nə yorur, nə də ki pis bir, belə deyim, sizə hissiyat bəxş eləyir. Və buradakı abrisovkamız da, yəni abrisovka deyəndə içəri abrisovkada çox yəni keyfiyyətli materialdan istifadə olunub. Sonata'nın bir şeyi yaxşıdır ki, öz qiymətinə görə verdiyi sizə hissiyatı deyim, plus verdiyi sizə komfort çox idealdır. Çünki içində hər şey var. Apple CarPlay var, Android CarPlay var. Plus bayaqdan bir neçə dəfə təkrar elədiyim 92 aktanla işləməsi. Yəni bizim gördüyünüz kimi maşınlar şəhərimizdə keçirlər elektrik maşınlara. Niyə? Çünki sərfiyyat. Sərfiyyat önəmlidir. Neyinirsiniz ki, böyük həcmli motor alıb sərfiyyatınız, yəni cibinizə qənaət eləmək daha yaxşıdır. Sərfiyyatlı maşın ona görə də plusdur. Və burada zəhmət olmasa yaxınlaşardın. Gördüyünüz kimi burada arxada, alt hissəsində daha doğrusu 360 kameramızın bir dənə kamerasını yerləşdiriblər. Arxa üçün maşın indi arxa-arxaya verəndə kamera aktivləşir və sizə arxaya verəndə göstərir ki, arxadan hansı maneə var və yaxud nəsə. Bir dənə kömək istəyim, adı yadımdan çıxdı. Bunun adı necə yerdir? Spoiler. Spoilerimiz, balaca bir dənə spoiler qoyublar. Əslində bu Hyundai Sonata üçün ən yaxşı spoilerlərdən biridir. Çünki bəzi spoilerlər var, yekə spoilerlər qoyurlar, iri həcmli, yəni o heç xoşum gəlmir. Bu solidni görünüş yaradır. Özü axşam vaxtı da yəni saxlayanda bayaqlarım göstərdiyim kimi stopları yandıranda ideal görünüş yaradır sizin üçün. Beləliklə də mən sizə demək istərdim ki, Sonata'nın eksteriyerində incəniləsi çox bir şey qalmadı. Ona görə izninizlə keçək interyerinə. İndi isə keçirik interyerində. İnteryerini də sizə göstərmək istərdim. Bayaqdan sizə dediyim o Sonata, sizə sərfiyyatlı maşından söhbət edirəm bayaqdan. İçəri keçən kimi maşın bizi salamladı mahnısı ilə. Yaxınlaş biraz zəhmət olmasa bura. Maşına əyləşən kimi, əgər cibinizdə narahatçılıq, birinci açarı göstərdim sonra. Hyundai'nin açarı köhnə modeldəki açarıdır. Yeni modeldə indi bəzi
yeniliklər gətiriblər. Knopkaya basırsınız, maşın parkinqdə qalıbsa, biraz qabağa gəlir, arxaya gedir. Yəni bu olsa da olar, olmasa da olar. Yəni çox da belə maraqlı bir şey deyil o mənim üçün. Yaxınlaşdınız, açarınızı qoyursunuz rahat. Ya buraya ya da 2 dənə pat stakançıq qoyublar bizim üçün, sağ olsunlar. Kofe zad aldınız, qoydunuz rahat. Maşına əyləşən kimi bizi premium dəri və yumşaq material bizi qarşılayır. Hansı ki adamı, üzr istəyirəm, tərləmir adam. Yəni maşında gedəndə kondisionersiz şəraitdə tərləmirsən. O da daha yaxşı, daha dözümlü, daha yolda sənə komfort bəxş edən bir xarakterdən biridir, belə deyim. Maşında bir şey xoşlamıram. Xoşlamıram yox, indi elə hiss elədim onu. Bizə bura qoltuq altı qoyublar gördüyünüz kimi. Qoltuq altıya baxın. Səs eləyir. Yəni bunu barmağınız dəyən kimi açılır ha. Yəni yolda bunu bilmirsiniz, buradan tutasınız yoxsa yox. Dəydi, açılır. Yəni bu səs eləyir çox. Mini bardacok var burada. Hansı ki sənədinizi və yaxud veş varsa onu yerləşdirmək üçün. Və burada gördüyünüz kimi birinci sizə sürətlər qutusunu göstərmək istərdim. Maşınımız həm avtomat, həm də mexanika idarə eləmək olur. Yeni maşınlardakı kimi o hamı bilir. Burada bizdə sürətlər qutusunu yerləşdiriblər. Hansı ki bu da mənim xoşuma gəlir. Çünki bastın parking, neytral, zadni və drive modu. Bu da daha yaxşı, daha rahat bir hissiyat bəxş edir. Özü keyfiyyətli materialdan istifadə edirlər, onu deyim. Keçim tavan məsafəsinə. Tavan məsafəsi, yetərincə tavan məsafəmiz var. Rahat tavan məsafəsi bizə düzəldiblər. Və burada günlüyümüz var. Günlüyü açan kimi əslində işığı yanmalı idi. Prosto işığı əllə yandırırsınız. Bu da bir mənfi xüsusiyyətdir. Amma bu maşın full deyil. Full modeli deyil deyə ona görə yoxdur. Yəni fulllarda o var. Onu da vurğulayım, sonra deyirlər ki, deməmişsən. Bir dənə də. Bura bir dənə güzgü qabı da qoysaydı, güzgü yox, açıq qabı qoysaydılar, o da yaxşı olardı. O da yəqin fullda var, fullu hələ görməmişəm deyə bilmərəm. Amma açıq qabı olsa daha yaxşıdır. Maşın sahibi də məndən inciməsin. Yəni bəzi şeyləri pisləyirəm ha. Yəni ancaq tərifləmirəm də mən. Burada deyəsən wireless charging var. Səhv etmirəmsə. Bəli. Wireless charging düzdür. Bu korjaya baxan kimi bilinir. Burada bir dənə wireless telefonunuzu qoydunuz. İndi telefon məndə deyil deyə ona görə. Dalıca bura maşınımız 2020-ci il deyə 2020-ci ildə trenddə yəni var idi Type-C port. Type-C port qoysaydılar daha yaxşı olardı. Amma bizə burada USB-C portlar qoyublar. Bir dənə də zajqalka yerinə keçən 12 voltluq başlıq alırsınız əlavə taxırsınız. Və maşının sahibi Type-C istifadə edir deyə Type-C-li, yəni 12 voltluq bir çıxış alıb. Amma Type-C port qoysalar daha rahat, daha da məntiqə uyğun olar. Maşında ən xoşladığım şeylərdən də biri, yeni nəsil maşında bütün knopkaları yığırlar bu medianın içinə, displeyin içinə. Yolda bilmirsən, maşını sürəsən yoxsa burada onu axtarasan. Amma burada rahat. Qoydun climate control, 4 fəsilə uyğun climate control idarə etməmiz var. Və hava deflektorlarında maşının içinə elə yerləşdiriblər ki, yəni heç nə pis görsənir. Yəni pis görsənmir, yaxşı görsənir daha doğrusu. Zikr 001-dəki kimi, yəni gizlin saya bilərik bunu. Gizlin yerləşdiriblər deyə daha yaxşıdır. Və burada drive modumuz var. Drive moda keçmək üçün nə olub? Bu maşın sürən cavan uşaqlar niyə bunu arxa eləyirlər? Bagajda yatıram elə bil mən. Bu biraz qabağa gətirin də. Keçdikdə burada drive modumuzu görürük. Hansı ki indi ekonom vəziyyətdədir, ekodadır. Keçirdirsən, custom var, sport var, normal, bir də smart. İndi bizdə sporta keçdiyimizə görə səsi var. Yoxdur ki, olmalı da deyil idi. Yəni 1.6 turbodan səs gözləməyəcəkdim olsa mən. Amma bir dənə də plus yaxşı bir şey ola bilərdi ki, burada yerləşdirdikləri displeyi daha yekə qoysalar, o daha yaxşı olar. İndi mini qoyublar BMW-lərdəki kimi. Mercedes maşallah neçənci ildən 2019 il yoxsa 2020-ci ildə yekə bir dənə displey qoyur. BMW hələ də balaca displeydə qalıb. Mən özüm BMW sevərəm, amma yenə də burada da belə elektron, yəni toxunma ilə işlədə bilirsiniz. Yəni ancaq knopka deyil o BMW-dəki kimi. Drive moddan söhbət eləyəndə də ki, maşınınızı sportda da sürə bilərsiniz. Maksimum sürətimiz də 260 km/saatda bizə hasil eləyir. Maşın həm kilometrajla göstərir, həm də millə. Yəni o da ki, Koreya brendi ona görə.
Mən tərcih elədiyim normaldır. Smart məsəl üçün Smart mənə maraqlıdır. Smart yəqin ki özünə uyğun, özünə görə. Qaz verəndə sporta atır. Qaz verəndə. Ha, maraqlı. Açar burdadır. Niyə şey eləyirsən? Demək, Smart'ı indi öyrəndim ki, Smart'a keçirdəndə, qaz verəndə sporta atır, sürəndə də hürə keçir normala. Qaz verim görüm sporta keçəcək. Yox, sporta keçmir, o sürüşdə keçir. Sürəndə belə, yəni keçirtmir. Yəni yəqin ki, normalda sürərsən, çox da yəni sportla, yəni naviqasiya eləmək lazım deyil. Özdə maşından bayaqdan mən sərfiyyatdan danışıram ki, sərfəlidir. Burada da yerləşdirdikləri avarenni knopkamızdır. Bunu da gizlin yerləşdiriblər şeydəki kimi, Grandeur-dakı kimi. Təzə Grandeur çəkmişəm, Calibri, o Black Edition. Bax onda. Hava detektorları burada da var. Bunu da gizlin yerləşdiriblər. Özü gecikməsiz işləyir, yəni rahat. O birisi maşınlardakı kimi bura eləmək üçün gələ 3-4 nəfər gəlsin, kömək eləsin ki, onu qaldırasan yuxarı. Burada bayaqlam dediyim o sürətlər paneli, sürətlər qutusu daha doğrusu. PR, yəni bunu çox qəşəng yerləşdiriblər. Həm də ki, incə detalla və incə göstəriş verir. Özdə işıqlar da yanır. Maşın demək olar ki, bir dənə bəyənmədiyim bu displeydir. Displey böyük olsa daha yaxşı olar. Bir də ki, budur. Yəni, çox pis səs eləyir. Həqiqətən, yəni yolda məsəl üçün latoka düşmüsünüz. Tak-tuk, tak-tuk. Amma belə qalan yəni materiallar çox keyfiyyətlidir və sükanımız multi sükandır. Elektron sükandır, yəni maşının mahnının kodunu almaq, kodun vermək, qalan hər bir şeyi. Burada da kiçik bir dənə Hyundai logotipi yerləşdiriblər, sağ olsunlar. Bunu mən məsəl üçün mənim Hyundai'm olsa, mənim Hyundai'mda mən bunu qara eləsəm, qara eləyərəm. Yəni Sonata'da qara eləyərəm. Çox qəşəngdir. Və yan hissəmizdə burada yerləşdiriblər güzgüləri açıb bağlamaq. İndi açmayaq, yoxsa video yarımçıq qalacaq. Sahibi bizə düşürdü, belə deyəcək ki, get. Çünki maşın indi yuduzdurmadan çıxıb. Və bizim sideniyalarımız, elektron sideniya panellərimiz var. Burada aşağı saldın, yuxarı belivi qabağa eləmək, aşağı eləmək. Özün üçün rahat, uyğun mod seçə bilirsən. Və burada bayaqlarım çöldə dediyim kimi də bizim monitorda, displeydə Apple CarPlay var, Android CarPlay, Android var, Android sistemi var. Sükanımız da ki, ələ çox rahat oturur, yəni sürən zaman rahat hissiyat bəxş edir. Plus minuslarımız da lipstoklar yerləşdiriblər bura rahat. Takdır. Burada da bayaq dediyim o hava klimat kontrol, hansı ki daha rahat, indi yaşda özünü buraxma. Özünü buraxır bu da. Maşın biraz qorxur bizdən. İndi ofa basaq, söndürək. Bu maşını da söndürək, benzin getməsin. Nə olsun sərfəliyyatlıdır. Maşına oturanda da salamlayır səni muzika ilə, söndürəndə də muzika ilə salamlayır. Salamlaşır. Sürücü hissəsində salamlaşır da deyir, salam aleyküm, nə yaxşı gəlmisən. Salamlayır da sən. Sağollaşanda sağollaşmaya hələ ki yoxdur, quraşdırmayıblar. Sürücü hissəmizdə belə incələməli bir şey görmürəm. İndi keçsəm yan sərnişin hissəsinə və sonra da arxa, oradan sonra da daşı-boşu baxarıq. Maşınımızın da kilometrajı indi görürəm 50.000 sürülüb. Yəni heç sürülməyib. 2020-dən buraya 50.000, 5 il, 6 il ərzində heç nə sürülməyib. Elə ancaq qarajda yatıb demək olar. İndi isə mən yan sərnişin hissəsinə keçmişəm və bayaqların verdiyim məlumatı təzəliyim. Bunu yəni bilmədən belə deyim, yüngülvari belə başlayıb sındırıblar. Əslində akasiya bu alınanda belə deyildi, yəni səs eləmir. Bu prosto sınıb deyə ona görə eləymiş. Və burada gördüyünüz kimi 2 dənə drive modun qarşısında 2 dənə knopka yerləri var, hansı ki boş knopka yeridir. Nəsə lazım olan moment, maşına əlavə nəsə quraşdırmısınız. Məsəl üçün elə ulduz tavanı deyim. Onun knopkasını məsəl üçün yerləşdirə bilərsiniz bura ki, dəyişə bilərsiniz. Bunlar yəni ehtiyat knopka yerlərdir. Və burada mini bar da çox yerləşdiriblər. Saxlanmaz yeri yerləşdiriblər bizim üçün. Yəni sənədləri bizim mini deyil, əməlli başlı yəni veşüyüzü qoya bilirsiniz rahat. Perspektivli, normalok. Və yan hissədə mənim yenə xoşuma nə oldu be 2 dəqiqədən bir sən də 2 kəlmə söz deyib soxub gəlirsən. Burada yan hissəmizdə xoşuma gəlməyən bir şey var ki, fullda var. Burada full komplektasiyada tavanda açılır, tavanımız da var. Burada prosto full komplektasiya deyil deyə tavanımız yoxdur. Və fullda elektron paneldir. Qabağa, arxaya eləmək, yəni belini, hər şey, yəni fulldur. Amma bu maşında full deyil deyə ancaq sürücü hissəsindədir o elektron panel.
Amma sərnişin hissəsində mexaniki hərəkət etmək üçün, yəni şey eləyiblər. Bundakı bu yan hissədəki bilmirəm nə üçündür. Hə, qabağı dalı eləmək üçündür. Bunu başa düşdüm. Beləliklə də bu sərnişin hissəsində, yəni incələnəsi bir şey də burada görmürəm. Amma sizə deyim ki, material çox keyfiyyətli materialdan istifadə eləyiblər. Qiymətinə görə sərfiyyat da ki, hardasa 100-ə 11 litr, 9 litr baxır indi sürməyinizə, amma belə statistik yazılıb ki, sənədində qarış 9-11 litr arası. İndi hansı sürməyinizdən çox şey asılıdır, bir də moddan çox şey asılıdır. Hansı modda sürürsüz. Beləliklə də sərnişin hissəsində də belə bir incələməli bir şey görmədiyim üçün yan sərnişin hissəsində keçirəm arxa sərnişin hissəsinə. Arxa sərnişin hissəsinə keçdikdə burada gördüyünüz kimi kombinirованlı işləmələrimiz var. Dəri ilə parça materiallar və üstünlə qırmızı naxışla keçiblər və burada gördüyünüz kimi qırmızı naxışlar var. Tikişdir daha doğrusu. Ondakı çox səliqəli və barmağı yapışmır da, barmaq məsələn əlinizin arasında yəni ilişib qalmır. Arxa hissəsində isə keçəndə yenə bayaqlarım ön hissədə dediyim kimi arxa hissədə də sizin komfortlu sideniyalar qarşılayır və sideniyanın yanında bir dənə qoltuq altımız var. Hansı ki 2 dənə həmişə dediyim kimi kofe alırsınız, yerləşdirirsiniz bura, qəşəng uzun yol çıxırsınız Pramoy Qarabağa. Plus bir dənə mənfisi yenə. Bunlar da gizlətsələr yaxşı olardı. Bunlar açıq rejimdə burada qoyublar, amma bağlı olsa daha qəşəng olar. Buradan arxaya çıxış var, yox. Arxaya çıxış yoxdur. Belə qoymayın, rahat danışım. Arxa hissəsində bir dənə daha doğrusu saxlanmaz yeri qoyublar. Setka saxlanmaz, amma sürücü hissənin arxa hissəsində isə yoxdur. O da ki, yəqin də özlərində də nəsə fikirləşiblər, maraqlı temka zad özləri üçün. Burada yenə 2 dənə hava deflektorlarımız var, çıxışı. Bunlar da yəni çox rahat işləyir, yəni gecikmədən işləyir. Və burada 12 voltluq USB-C girişimiz var. Bura nəcəbsə mənə indi yəni maraqlı gəlir ki, indi Hyundai qabaqda qoyub arxaya niyə 12 voltluq o zajiqalka yerinə giriş qoymayıb? Qoymamağı yaxşı da, plusdur. Prosta mənə maraqlıdır ki, yəni Hyundai necə belə irəliləyib də, yəni Type-C qoymayıb, burada da onu yığışdırıb, halal olsun Hyundai-ya. Arxamızda arxa işıqları var. Bastığın yanından indi söndürməyim, qəşəng sarı işıqlarımız var. Sarıdır, hə. Arxa hissəsində qapı kənarlarında belə deyim, qapı apşifkasında bu qapını açma yeri, daha doğrusu rıçağı birləşib Pramoy o materiala və davamı elə bilirsiniz ki, davamı elə gəlir deyə qəşəng yəni ideal görünüş yaradır o da. Qəşəng səliqəli görsən ha, sən deyim. Yəni çox qəşəng səliqəli eləyiblər. O mənim çox xoşuma gəldi və bütün maşınlarında elə eləsələr ideal. Və bu full deyil deyə, bu maşın full komplektasiya deyil deyə bizdə səs sistemimiz Bosa deyil, Hyundai'nin zavoddan quraşdırdığı səs sistemimizdir. Yəni Koreya brendidir. Yəqin ki, yəni mən elə güman edirəm. Arxa hissəsində qapılarda 2 dənə də saxlanma yeri var. Hansı ki, butulka qoymaq və yaxud hansısa veşvez varsa onu qoymaq üçün və material çox keyfiyyətli materialdan istifadə ediblər. Özü də yəni rahat, yəni dəriyə oxşuyur. Elə bil material dəridir, amma dəri deyil. Yəni çox yaxşı materialdan burada istifadə ediblər. O da plusdur əslində. Yəni adamın nə əli tərləyir də belə burada saxlayanda, nə də ki adamın pis hissiyat bəxş edir. Hər şey ideal. Arxa hissəsində tavan məsafəsi yetərincə var. Ayaq məsafəsi yetərincə var. Yəni rahat oturub uzun yol çıxa bilərsiniz. Yəni o 100% bu yəni əminliklə deyə bilərəm ki, yəni uzun yol bu maşınla getmək yəni sizi nə yorar, nə də bir şey. Benzinli tökdüyün yağını vaxtında dəyişsən, bu maşın sizə əlavə xərc yaratmayacaq. Beləliklə də arxa hissəmizdə də göstərdiyim, yəni çox da incələnilməsi bir şey də yoxdur arxada. Yəni ona görə də keçək ön hissəsindən videonu orada sonlandırarıq. Beləliklə də 2020-ci il Hyundai Sonatamızı incələdik, bitirdik və belə başa düşdüm ki, bu maşını axtaran insanlar cavan nəsil üçün də, orta nəsil üçün də çox sərfəli və komfortlu maşındır. Ona görə kim almaq istəyirsə, yəni heç fikirləşmədən gedib rahatlıqla salondan və yaxud başqa yerdən ala bilər. Videomuz da burada beləliklə bitir. Sizinlə mən idim Kənan. Cars by Kera kanalındaydınız. Videonu bəyənib,
Kanala abunə olmağı və şərh yazmağı unutmayın. Sağ olun, salamat qalın.